Bəli, 2 dəfə səs gəldi. Təzyiq sıfıra düşüb. Bu yaxşı deyil. İdarə etmə ağırlaşıb. Trim cavab vermir. Hökümə xanım, nə baş verir? Cavab gözləyirəm. Arxa hissədə zədə ola bilər. Stabilizator reaksiya vermir. ATC-yə də fövqəladə vəziyyətdir. Fövqəladə vəziyyət elan edirik. İdarə etmə itirilir. Texniki nasazlıq var. Разрешение на посадку не даю, связь завершена. Təyyarənin Grozny'yə enməsinə icazə vermədilər. Mahaçqalaya yönləndirdilər. Çek bir adam. Mahaçqala da icazə vermədi. Yaxşı. Avtopilot yoxdur. Sürəti itirsək, saxlamayacaq. Hündürlük azalır, təyyarə titrəyir. Aktau'ya gedirik. Artıq son qərarımdır. Mahmut kemerlerini bağlasın. Hürmetli sənişlər, təlimata uyğun hərəkət edin, hər şey yaxşı olacaq. Allahu Ekber, eşhedü en la ilahe illallah deyirəm. Təyyarə sola çəkir. Demək olar hamısı sıradan çıxır. Yer rahatlıkla görünür kapitan. Davam edirik. Axıra qədər. Bu da son. 62 sərnişin və 5 ekipaj üzvü. Arazın o tayında ayrılıq naləsini çox eşitmişdik. Bu dəfə Xəzərin o tayından gələn ayrılıq xəbəri hamımızı göz yaşına boğacaqdı. Allah duaları eşidir. Hamıdan əvvəl xilas edici mələklər artıq hadisə yerindəydi. Və yalnız 26 nəfər xilas ola biləcəkdi. Səma qurbanları, sizi heç vaxt unutmayacağıq. Allah rəhmət eləsin. Bizim əlimizdən gələnsə, sizi layiqincə torpağa, sizə mərmi atan qonşumuzu isə Allah'a tapşırmaq oldu.